Herkese salam. Bu günlər sizə Windows-dan necə Linux-a keçmək lazım olduğunu izah edəcəm. Deməli, əgər sizə Windows-dan bezmirsinizsə, resurslara çox istifadə etməyindən və s. Linux-a necə keçməyiz olduğunu deyəcəm. Deməli, bizim üçün hansı Linux distrobu lazımdır, onu sizə deyim. Windows-dan keçənlər üçün ən yaxşı Linux distrobusu Linux Mint'dir. Olduqca asandır. Terminalda işləməyimizə bir şey lazım deyil. Hər şeyi qrafik arayüzü ilə edə bilirsiniz. Deməli, əmrəcə bunu yükləyək. Deməli, burada 3 cür versiyası var. Bu versiyalar nədir? Bu versiyalar masaüstü görünüşüdür. Əgər kompüteriniz zəifdirsə, resursları zəifdirsə, XFC Edition'ı məsləhət görürəm. Yüngüldür, az istifadə edir, effektivdir. Əgər ortadsa, Mate, əgər kompüteriniz yaxşıdırsa, Cinnamon Edition daha yaxşıdır. Həm modern görünüşü, həm də rahatdır. Deməli, biz bunu yükləyək. Doğulan da vururuq buradan. Doğulan buradan sonra buradan seçirik serverlərdən. Serverləri hamısını yoxlayın, hansı sürətdirsə yükləyin. Yükləyəndən sonra nə edəcək? Və bizə bunu yükləmək üçün bir proqram lazımdır. O da Ventoy'dur. Ventoy necə yükləyəcək? Sizə linklərin hamısını açıqlamada qeyd etmişəm. Orada yükləyəcəksiniz. Həm Linux Mint, həm də Ventoy. Buradan Windows'a basırıq. Windows'u və buradan təzədən basırıq və biraz gözləyirik. Bir də Linux Mint yükləmək üçün dediyim kimi, buradakı bir dəfə üstünə basırsınız, bitdi. Məsələn, görürsünüz, gəldi. Mən yüklədiyim üçün yükləmirəm bir də, siz belə yükləyə bilərsiniz. İndi nə qalacaq? Bu faylı açacaq. Bu arxivi açacaq və bura atacaq. Atdıqdan sonra nə edəcək? Bunun içinə girəcək. Buradan Ventoy 2 disk var, ona girəcək. İcazə verək. Deməli, burada USB-miz lazımdır, USB. Biz buna yükləyəcəyik. USB seçdikdən sonra buradan Optinin üstünə giririk. Buradan GPT seçirik, yeni nəsil kompüterlər üçün. Seçdikdən sonra installa vururuq. Yes. Buraya yes yazırıq. Sizə gəlməyə bilər, gəlsə yes yazın. Gəlməsə də icazə verin. Okay. Bunları yes deyirik, yenə yes deyirik və indi yüklənir. Ventoy proqramı yükləyirik. Linux yükləmək üçün kompüterimizə. Və gözləyirik. Yükləndi. OK vurub bunu bağlayırıq. Bunu da bağlayırıq. Linux Mint sizdə Dovland olacaq yüklü olduğu üçün. Buradan gelib Dovlandda Linux Mint olacaq. Məndə indi masa üstündədir. Lap bunu buraya yatırım. İndi buradadır. Bunu sizə basırıq. Bunu kopyalaya vururuq. Kopyalaya vurmaq üçün bir dəfə üstündən basın. Ctrl. Bir dəfə üstündən basıb Ctrl C edə bilərsiniz. Ctrl C etdik. Buradan bu personal gəlirik. Buradan da Ventoy tapdıq. Giririk Ventoy içinə. Bura belə sol klik vurub yapışda vura bilərsiniz və ya Ctrl V-yə vura bilərsiniz. Ctrl V-yə vurduq. İndi gözləyəcək. Bu dolana kimi. İndi bizim kompüterimizə, USB-imizə Linux Mint yüklənir. İndi bir də Linux Mint-i niyə seçdiyimə deyim. Çox rahatdır. Terminal kodlu yazmağa ehtiyac yoxdur. Dəstəyi boldur və çox stabildir. Məsələn üçün, sistem update gələndə və ya bir şey gələndə problem olmaz. Çünki yeniləmək biraz gec alır. Sadəcə tələsməsini deyək. Yeniləmələr tələsmir. Və onun üçün time shifter var, digər funksiyalar var. Onları gələcək videoda göstərəcəm nə olduğunu. Çox yaxşı funksiyalardır. Dəstək vardır, hər şey rahatdır. Bunlardır əsas. Yəni Windows-dan keçməyə dəyər. Gələcək videolarda çox şeylər göstərəcəm. Məsələn üçün, Windows oyunları necə Linux-da işlətməyə və ya proqramlarını və Linux Mint-in də özəlləşdirməsini, ayarlarını göstərəcəm sizə. Burayı mən atlayıram. Yəni yandırıram videoyu. Bura tam olandan sonra USB çıxardacaqsınız, kompüterinizi söndürəcəksiniz.
kompüterinizi yandıraraq boot menüsünə girib USB seçəcəksiniz. Burayı yandırıram, sonra yükləməyi göstərəcəm. Deməli dostlar, bu ekran gəldikdə biz birinci Start Linux Mint basacağıq. Basından sonra gözləyəcək biraz. Burada biraz vaxt dura bilər, kompüterinizin gücündən, yaddaşdan asılıdır. Logo gəldi. İndi dediyim kimi Linux Mint'in yükləmə səbəblərini demişdim. İndi necə yükləmə lazım olduğunu deyəcəm. Mouse gəldi gördüyünüz kimi. Install Linux Mint. Buna basacaq. İstəyirsinizsə yükləmədən qabaq belə baxa bilərsiniz. Vurcalaya bilərsiniz. Xoşsa gəlir, gəlmir. Install Linux Mint'ə basırıq. Biraz gözləyirik. Aha, gəldi. Deməli, biz burada dil seçirik. Türk dili var. Aşağı gəlirik, Türkçe seçdik. İstəyirsiniz İngiliscə, istəyirsiniz Türkçe, buradan seçə bilərsiniz. Dillər burada. Davam edə vurduq. Bura klaviaturadır. Buradan istədiyiniz seçirsiniz. Davam et. Buna vuran bu video və səs istifadə eləmək üçün, yəni bu lazımdır. İstifadə eləmək lazımdır bunu. Quş qoyun geçsin. Davam edə basaq. Deməli, burada iki seçeneği var. Burada bölümlər var. Bir də diski segmenti, Linux Mint'i qur. Deməli, burada nədir? Əgər sizin kompüterinizdə bir backup yoxdursa, promo diskin hamısını seçin, qorsun istəyirsə, birinci istiyor. Əgər mənim kompüterimdə backup var, mən C bölümü var, bir də D bölümü var. C bölümünə yazmaq istəyirəm, D bölümündə backup var deyirsiniz. Buna vurursunuz, davam edə vurursunuz və buradan seçirsiniz. 21, 24, 64. Məsələn üçün deyirəm. 21 GB bizim backup'ımızda, 64 GB əsas temp. Buna vurduq. Yeni tablon bölümünə vururuq. Bunu davam edə vurduq. Gördüyünüz kimi gəldi. Sıdadır və sıdaya gəldi. Biz bura nə varıq? Bunu seçirik boşalana. Buradan pülsə vururuq. Deməli, biz bura 600 MB yazırıq. Və biz bunu vururuq F-i. Aşağı gəldi, görür ki, F-i sistem bölümünə vurduq. OK vurduq. Sonra yenə gəldik bura. Pülüsə vururuq. Bura takas alanına vurduq. Takas alanı nə deyir? Sizin RAM-ınız neçə GB-dirsə onu 1024 davranır. Mən sən üçün deyirəm, mənim RAM-ım 4 GB-dir. 4096. 4096. OK vurdum. Və qalan hissə isə burada pülüsə vururuq. Və qalan hissə nə edəcək? Buradan görürük. Buna vururuq. Qalan hissə bu yaddaş sistem üçün. Və vurduq. Bunu seçirik. Və şimdi qura vurduq. Və deyək ki, buradakı bölümlər özləri düzələcək. Bunu davam edə vurun. Burada adınızı seçirsiniz. Harada olduğunuzu Bakıdır. Biz də Bakı yenə seçirik. Və burada adınızı yazırsınız. Məsələn üçün, mən burada test yazıram. Test etmək üçün. Bura kod yazırsınız. Test 1, 2, 3. Məsələn üçün, mən belə yazıram. Siz istədiyiniz ad kodu yaza bilərsiniz. Bura ad koddur. Otomatik giriş eləmə sözdə yaxşıdır. Elə-belə qalsın. Davam edə vurduq. Davam edə vururuq. Və qurulur. Burada dayandıracağım. Tam qurulub bitdikdən sonra sizə göstərəcəm nə etmək lazımdır. Deməli, indi kurulum bitdikdən sonra şimdi yenidən başlata vururuq. Kurulum tamamlandı. Şimdi yenidən başlata vururuq. Mən virtual maşın ölçədirəm. Çünki
Ana sistemi yükləmişəm də yeni şeydir. Hə, buna gəndə enterə vururuq. Mənim öz ana sistemim Linux Mint'dir. Deməli, sistem açılır. Aha, gəldi test. Kod yazacaq test 1, 2, 3. Deməli, bu gəldikdən alırıq. Bunları hələ ki keçirəm, bunu bağlamayın quşunu qalsın deyəcəm, lazım olacaq gələcəkdə. Mən qurulumu göstərirəm. Deməli, buradan çıxırıq və axtarış bura basırıq. Windows tuşuna basırıq, gəlir. Basdan sonra bura nə yazırıq? Buraya yazırıq. Yazılım gəldi. Yazılım kaynaqlarına giririk və ən böyük problemimiz burada serverdir. Çünki nəyə görə sudo apt update və ya sudo apt upgrade yazanda işləmir server. Xəta verir. Məsələn, görsədim indi. Terminaldan qorxmayın. Terminal 1-2 əmr öyrənəsiniz hələ ki. Gələcəkdə təməllərini biləsiniz. Elə çətin deyil, asandır. Bura parolumuzu yazırıq. Sudo məsələn, çox zəif sürətlə yükləyə bilər. Bəzən. Ümumiyyətlə, bəzən zəif sürətlə yükləyir. Birinci server yaxşı deyə rahat yükləyir. Nəsə, bunu biz iptal eləyə göstərəcəm sizə. Burada ən sürət server seçmək istəyəcəm. Bəzən işləmir, bəzən işləyir. Onu ən yüksək server seçəcəm sürət. Deməli, bu analiz yerinə girdik. Basdıq buna. Biraz gözləyirik. Gözləyib biraz da. Biraz gözləyirik. Our texnologiya biz buna basaq. Ən sürət server budur. Və bura giririk ikinciyə. Burada biz kan gözləyirik. Və data center. Bunu seçirik. Sizə fərqli ola bilər. Hansı sürətdə onu seçirik. Bunu seçdikdən sonra avto önbəlləyin gözləmək üçün bura tıklayın. Buna basırıq. Bitdi. Terminal təzədən giririk. Bura sudo apt. Biz enter'e vurduq, E'ye vurduq orada, yəni evet. Və burada görürüz ki, yüklənir. Sürət də görək. Sürət görək nə qədərdir? 43 megabit. 43 megabit per saniyə üzr istəyirəm. Deməli, yəni yaxşıdır. Serverdə görürüz ki, sürətlidir. Bundan edirik. Əlavə edəcəyimiz şey, buradan driver'a giririk. Sürücü yazırıq. Sürücü yöneticisi. Buna basırıq. Buradan Nvidia veya AMD veya Intel olanda yüklənir, mən bilən. Deyəsən, buradan Nvidia veya AMD olanda buradan ekran kartını yükləyirik. Və burada da var, gördüyünüz kimi. Güncəlmə. Buradan da güncəlmə edə bilərsiniz. Tam buralıqa girmirəm, sadəcə minimal yükləməyi görsədilər. Güncəlmə videosu başqa vaxt olacaq, başqa vaxt. Video uzatmaq istəmirəm onlara. Gələcək videoda Linux Mint'in qurulumunu göstərəcəm, ayarlarını yəni. Necə ayar qurmaq lazımdır, nə etmək lazımdır, bunu necə istifadə etmək lazımdır falan filan. Gördüyünüz kimi bu terminal burada açıq qalır bunlar yüklənməsi üçün. Yüklənir indi. Gördüyünüz kimi gedir. Göstərdim. Deməli. O dediyim yerə girdikdən sonra yazılan sürücüsünə. Burada var. Ən bir, məsələn burada ən sonuncu sürümü open seçib Apply Zengiz. Buna vurursunuz. Və kontunuz yerindən başladılır. Yerindən başladıktan sonra sürücü avtomatik yüklü qalmış olur. Məsələn, məndə RTX 4050'dir. Videomuz buradan idi. Əgər video faydalı oldusa, like atıp yorum atmağı unutmayın. Sağ olun. Gələcək videoda görüşənədək.